Bax, burada nə deyir? 9-cu sinif, mövzu 9. Bax, biz 5-ci sinifdə keçmişdik də məftillər haqqında, düzdür, hazırlanması haqqında. İndi bax, burada yenə var. Deyir ki, məftil hansı əlvan metallardan hazırlanır? Bax, məftil misdir, alüminiumdur, sinkdir, latundur və müxtəlif əlvan metallardan hazırlanır. Əlvan metallardan hazırlanan məftilin növləri və onların xarakteristikası ilə tanış olaq. Bax, mis məftil qırmızımtıl, narıncı rəngdədir. Vaxt keçdikcə oksidləşərək qaralır. Bax, qaralma baş verirsə, deməli, zaman keçdikcə qaralır deyirsə, plastikdir deyirsə, biz götürəcəyik mis məftili. Bax, mis də, latun da. Bunların hər ikisi zaman keçdikcə qaralır, həm də plastikdir. Yadınızda qalsın. Mis plastikdir, kövrəkdir. Latun amma plastikdir, möhkəmdir. Korroziyaya da davamlıdır. Sonra baxırıq. Bax, alüminium necədir? Ağdır, yumuşaqdır, gümüşüdür. Gümüşü metaldır. Sink amma elastikdir, möhkəmdir, göyümtüldür, gümüşüdür. Amma həm alüminium, həm sink ikisinin də ortaq cəhəti odur ki, hər ikisi gümüşüdür, parıltısızdır. Möhkəm plastik desək, plastik metal desək, latunu götürəcəyik. Möhkəm elastik metal deyilsə, bu zaman biz sinki götürəcəyik. İndi bir baxaq, oxuya gedək, görək burada nədən gedir söhbət. Bax, mis məftil qırmızımtıl narıncı rəngə malikdir. Vaxt keçdikcə oksidləşərək qaralır, yəni bilirik ki, qaralmalara məruz qalır. Plastikdir, kövrəkdir. Bax, misdən olan bir məftili o üzə bu üzə eləyən zaman tez qopur. Nəyə görə? Kövrəkdir, plastikdir, yəni aldığı formanı saxlayandır. Bir yerdən bir neçə dəfə əydikdə sonda qırılır. Toxunma və hörmə işlərində mis məftildən istifadə etmək daha məqsədə uyğundur. Çünki plastik də burduğumuz formada qalır. Lakin onu nəzərdə saxlamaq lazımdır ki, mis məftildən olan məmulatlar formasını pis saxlayır. Asanlıqla deformasiyaya uğrayır. Nəyə görə deformasiyaya uğrayır? Çünki biz ondan nəsə hörürük, uşaq vaxtı hörür deyə bilərzik, nə bilim, nə bu. Vaxt keçəndən sonra o deformasiya sallanır, aralanır, yəni formanı saxlamır. Sonra mis məftildən hazırlanan dekorativ işlərdə diametri 0,3, 0,3-1 mm olan məftildən istifadə olunur. Bax, 0,3-1 mm-dirsə, mis məftili götürəcək. İndi baxaq, alüminium məftil nədir? Bayaq da dedik ki, gümüşü ağ rəngdədir, parıltısı yoxdur, qaralmır, kifayət qədər yumşaqdır. Bayaqların biz nə demişdik? Hansı metala da demişdik qaralmır məftilə? Latun məftilə də deyirdik ki, parıltısızdır. Latun nəymiş? Sinkdə deyirdik, parıltısızdır, üzr istəyirəm. İndi baxaq bura. Bax, burada nədir? Bu məftil müxtəlif işlərdə istifadə etmək üçün çox əlverişlidir. Alüminiumdan gedir söhbət. Alətin köməyi olmadan asanlıqla əyilir. Çünki demişdik ki, yumşaqdır. Çəkiclə yaxşı yastılanır. Alüminium məftillə dekorativ işlər yerinə yetirərkən diametr, deməli, 0,5-2 mm olan məftil seçmək daha məqsədə uyğundur. Bax, alüminiumda nə qədər oldu? 1,5-2 mm. Amma ki, mis məftildə nə qədər dedik? 0,3-1 mm olan. Alüminium bilirik ki, misdən nisbətən qalındır da, düzdürmü? Alüminium, mis hara, alüminium hara. Bax, alüminiumda 0,3-1 mm olandan istifadə ediriksə, hər hansı bir iş görən zaman misdə. Amma alüminium bilirik ki, nisbətən qalındır, ona görə 1,5-2 mm-də götürəcəyik alüminiuma. İndi baxaq digərlərinə. Keçək latuna. Bax, latun məftil parıltılı qızılı rəngdədir, zaman keçdikcə qaralır. Bax, zaman keçdikcə qaralan mis də, latun da. Hər ikisi plastikdirlər, zaman keçdikcə qaralırlar. Mis kövrək idi, amma latun plastik möhkəm idi. Korroziyaya da davamlı idi. İndi baxaq. Bax, parıltılı qırmızı rəngdədir, zaman keçdikcə qaralır. Latun məftil korroziyaya davamlıdır, möhkəmdir, plastikdir. Ondan kiçik dekorativ elementlərin hazırlanmasında istifadə olunur. Məsəl üçün, sual düşər ki, hansı məftildən kiçik dekorativ elementlərin hazırlanmasında istifadə olunur? Yadınızda qalsın ki, latun məftildən. Təbii rəngini saxlamaq məqsədi ilə məmulat şəffaf
metal rakı ilə örtülür. Dekorativ işlərdə diametri 1 millimetr olan laton məftildən istifadə olunur. Deməli, bax, rəngini saxlamaq məqsədi ilə şəffaf metal lakı ilə örtülən də laton oldu, deməli. Kiçik dekorativ elementlərin hazırlanmasında da istifadə olunan məftil növü deməli laton oldu. O birlərə baxan nisbətən bunun diametri azdır. Məsəl üçün demişdik ki, misdə nə qədərdir? 0,3 1 millimetr olan mis məftildən istifadə edirik. Alüminium məftillərdə 1,5 2 millimetr idi, amma latonda get-gedə düşür millimetr. Burada latonda artıq 1 millimetrdən geçəcəkdir söhbət. İndi baxaq sink məftilə. Sink məftil mavi çalarlı, gümüşü rəngdə parıltısı olmayan məftildir. Bayaqların parıltısı olmayan hansına da demişdik ki, parıltısızdır. Alüminiuma, bir də sinkə. Hər ikisi parıltısızdır. Sonra dedik ki, parıltısı yoxdur sink məftilin. Möhkəmdir, kifayət qədər elastikdir. Deməli, mis plastik idi, amma deməli, sink necə oldu? Elastik oldu. Yəni, formaya salmaq rahat oldu. Laton da plastik idi. Yəni, aldığı formanı saxlayırdı. Sink bir dənə bunların içində elastik oldu, parıltısızdı amma. Deməli, alətin köməyi ilə asanlıqla əyilir. Dekorativ işlərdə 0,4, 0,6, 1 və ya 2 millimetr olan sink məftildən istifadə olunur. Bax, 4 dənə rəqəm varsa diametrdə. Bunu biz aid edəcəyik singə. Singin də deməli 4 hərfi var. Rəqəmlərin sayı da o diametrinə qoyulan 4 dənədir. Bax, 1, 2, 3, bu da 4. Deməli, nə qədər oldu? 0,4-dən başladı, 2 millimetrdə qutardı. 0,4, 0,6, 1, 2 millimetr. Amma bax, burada 0,3 ilə başlayan hansıydı? Mis 3 hərfli idi. Deməli, 0,3 rəqəmindən 1 millimetrə qədər idi. Sonra alüminiumun hərflərin sayı ilə uyğunlaşdıramırıq. 1,5 2 millimetrdə ən qalın məftil alüminiumdur bu işlərdə. Sonra rəng örtüyü olan nəbatatlı məftil. Bax, yuxarıda sadalananlardan da nazik məftildir, dekorativ məqsədlər üçün istifadə olunur. Deməli, ən naziyi hansı oldu? Rəngli örtüyü olan nəbatatlı məftil. Deməli, sink məftil bu birilərə nisbətən nazik idi. Naziklikdən yüksəkliyə doğru gəlirdi. Amma bu nəbatatlı məftil deməli ən nazikdir yuxarıda göstərilənlərdən. Dekorativ məqsədlər üçün istifadə olunur. Həcmli kütlə yaratmaq üçün yaxşı burulur. Bax, həcmli kütlə yaratmaq varsa, götürəcəyik nəyi? Rəngli örtüyü olan nəbatatlı məftili. Ondan kiçik muncuq, balıq qulağı kimi kiçik ölçülü bəzək elementləri asmaq olar nəbatatlı məftildən. Bax, məftildən hazırlanacaq məmulatlar üçün dekorativ elementlər təbii materiallardan seçilsə, məmulatlar zərif və yaraşıqlı alınır. Deməli, bax, burada görürsünüz, hamısı təbii məmulatlardır. Ona görə də deyir ki, təbii məmulatlardan seçilsə, zərif görünər, yaxşı görünər, yaraşıqlı alınır. Müxtəlif ölçülü, rəngli şüşə muncuqdur, balıq qulağıdır, ipək qotazlardır. Təbii bəzək elementindən hazırlanan dekorativ əşyanı arzu olunan edər. Məftil ilə iş zamanı, bax, məftil ilə iş zamanı yastağız, girdağız kəlbətindən, itağız kəlbətindən, çəkicdən, yeyədən istifadə olunur. Bax, kəlbətinlərin 3 növünü keçmişik. 3-ün də adı verilibdir məftillə iş zamanı. Bax, yastağız, sonra girdə ağız, bir də it ağız. 3 dənə kəlbətin, amma çəkicin növü verilməyibdir ki, məsəl üçün taxtadandır, plastikdəndir və yaxud dəmirdəndir, metaldandır, bu verilməyib. Sadəcə çəkicdən, sadəcə də yeyədən. Amma kəlbətinin bütün növləri verilibdir. Sonra bax, burada şəkildə verilibdir, balıq qulağıdır, şüşə muncuqdur, qotazlardır. Yəni, bu məftillə işləyən zamanı təbiiliyi qorumaq üçün bunlardan istifadə olunur. Bax, bu işdə məsəl üçün deyir ki,
bu dekorativ asma bəzəyi necə hazırlamaq olar? Bu işdə yəni ki, əsas nədir? Əsas məqsəd odur ki, burada yazılıbdır. Bax, qeyd etmək lazımdır ki, bu işdə tələb olunan əsas iş məfdili düzgün burmaqdır. Yəni düzgün bursaq, hazırladığımız şey səliqəli alınacaqdır. Deməli, asma bəzəyinin hazırlanması. Baxaq, bu hazırlanma qaydaları bəzən ardıcıllıq kimi də düşür. Bax, asma bəzəyi hazırlamaq üçün bu resurslar tələb olunur. Diametri 1 mm olan mis məftil, iri balıq qulağı, şüşə muncuqlar, qırmızı rəngli ipək qotazlar, ağ rəngli qalın sap, girdağız kəlbətin. Bax, kəlbətin olaraq, bayaq dedik ki, üçünün də adı verilib, amma bax, asma bəzəyinin hazırlanmasında girdağız kəlbətindən istifadə olunubdur. Direl, kiçik diametrli burğu, bir də çəkic. Yəni, bunlar orada istifadə olunan ləvazimatlardır. Bax, bayaqların biz nə demişdik? Demişdik ki, mis məftil 0,3 mm-dən 1 mm-ə qədər ola bilər onun diametri. Bax, burada asma bəzəkdə 1 mm olan mis məftildən neyiniflər? İstifadə olunubdur. Diametr 1 mm olan. İndi baxaq mərhələlərə. Biraz yuxarı qaldırım. Deməli, mərhələlər üzrə asma bəzəyin hazırlanma texnologiyası. Burada nədir? Bax, kiçik məftil parçası kəsin, onun mərkəzini tapın. Mərkəzi, yəni bu orta hissəsindən gedir söhbət. Bir balaca məftil parçası kəsdi. Nədir? Onun mərkəzi hissəsini tapdı. Sonra məftili elə əyin ki, ilgək alınsın. Yəni, əyirik, bu şəkildə ilgək alındı. Bu birinci mərhələmizdir. Sonra gəlir ikinci mərhələdə. Məftilin uclarını bir-birinə əks istiqamətdə tutun, aralayın. Bu zaman ortada kiçik ilgək alınacaqdır. Bax, burada əydi, burada da tutdu əks istiqamətdə araladı. Nə alındı? Ortada bir dənə kiçik ilgək alındı. Sonra əlləriniz ilə ilgəyi möhkəm tutun. Bir əlinizlə məftilin uclarını tutaraq onları müxtəlif istiqamətdə aralayın. İlgəyi səliqə ilə çevirin və məftili eşin. Dördüncü mərhələdə nə gəldi? Kiçik hissəni burun, buruğun bərabər ölçülü olması üçün onu yoxlayın, düzəldin və məftilin uclarını müxtəlif tərəflərə aralayın. Bax, girdağız kəlbətinlə məftilin uclarını sıxın və burun. Bax, girdağız kəlbətindən burada istifadə olundu. Sonra məftilin burulmuş ucunu halqa alana qədər yavaş-yavaş əyin. Məftilin əvvəlcə birinci ucu əl ilə səliqə ilə üzüyün ətrafına keçirdin, ətrafında eşin. Məftilin ikinci ucunu burun, dolayın, sonra eyni qayda ilə eşin. Alınan pəstayı çəkic vasitəsilə yastılayın. Bax, burada da görürsünüz, şəkildə də çəkic vasitəsilə bu alınan məmulatı neyiniflər? Yastılayıblar. Sonra direl vasitəsilə balıq qulağının üst hissəsindən, alt hissəsindən 3 simmetrik kiçik ölçülü deşik açın. Bax, balıq qulağını görürsünüz, bu hissələrindən 3 dənə neynədilər? Deşik açdılar direl vasitəsilə. Açılmış deşiklərə bax, ağ sap keçirin. Balıq qulağının alt kənar deşiklərindən 2 ədəd mavi rəngli şüşə gözmuncuğunu asdılar. Balıq qulağının üst deşiklərində olan sapları məftilin burulmuş uclarına bağlayırıq. Məftildəki halqaları və balıq qulağını aşağı orta deşiyə qırmızı rəngli qotaz asın. Yəni ki, bu hissələrdən bir də aşağıdakı orta deşikdən neynədilər? Qotazlarını da asdılar. Əlavə materiallarla birlikdə mis məftildən asma bəzək hazırlanır. Bu asma bəzəklə mənzili, bağı, iş otağını bəzəmək olar. Deməli, asma bəzəklə haranı bəzəmək olar? Mənzil, bağ, iş otağını. Və salam, təhlükəsizlik qaydalarına da baxaq. Bax, məftillə iş zamanı təhlükəsizlik qaydaları. Sol əlinizi məftilin əyilən yerinə yaxın tutmayın. Biz bunu 5-ci sinifdə də keçmişdik. Ancaq saz alətlə işləyin. Məftili kəsdikdə onu üzünüzə yaxın tutmayın. İşləyən adamın arxasında dayanmayın. Görməz, yəni bunu da keçmişdik ki, gözümüzə girər o məftil və salam. Bu qədər.